Özdeyiz. Bir dəqiqə. Hə, mən narahat eləmirsiniz. Buyurun. Hamınızı Buyurun. salamlayım yenidən. Estağfurullah. Vəziyyətə görə üzr istəyirəm hər kəsdən. Yəni, Biz Azərbaycanın başına 3 böyük problem gəldi. Bunlardan biri ərazi bütövlüyünə təhlükə problemi idi. İkincisi, Azərbaycanın iqtisadi inkişafında baş verən böyük problemlər idi. Ərzaq qıtlığı, əhalinin kütləvi şəkildə yoxsullaşmağa doğru getməsi, bütün bu məsələlər və ən nəhayət üçüncüsü idarəçilik sahəsində yaranan xaos idi. Belə bir vəziyyətdə 4 iyun 1993-cü ildə Sürət Hüseynovun özünün silahlı dəstələri ilə dövlətə qarşı çıxması da elə təbii bir nəticədir belə idarəçiliyin. Və böyük bir vətəndaş müharibəsi təhlükəsi yarandı. Və bu təhlükənin qarşısını almaq üçün doğrudan da böyük bir müdrik şəxsiyyətə ehtiyac var idi. Və həmin müdrik şəxsiyyət Heydər Əliyev cənabları oldu. Bəs niyə görə biz bu günə, yəni 15 iyun 1993-cü il gününə məhz qurtuluş günü deyilik? Birinci məsələ ondan ibarətdir ki, Heydər Əliyev cənabları gələndə vətəndaş müharibəsi təhlükəsini aradan qaldırdı. Sürət Hüseynovla danışıqlara getdi. Müəyyən güzəştlər sahəsində çalışıldı ki, həmin vətəndaş müharibəsinin qarşısı alınsın və alındı. İkinci məsələ, Azərbaycan iqtisadiyyatının təcili, stabil bir relsə düşməsi üçün tədbirlər görüldü. Çox qısa bir müddət ərzində çörək qıtlığına son qoyuldu, ərzaqın müəyyən sahələrində qıtlığa tezliklə son qoyuldu. Bunlara aid idi taxıl, kütləvi tələbat malları, qənddir, çaydır, bu şeylərdir ki, mağazalardan yoxa çıxmışdı və bunların hamısının üçün böyük bir işlər görüldü. Üçüncü məsələ bundan ibarət idi ki, biznesin təşkili, şəxsi biznes sahəsində geniş işlər görüldü. Onlar stabil rels oturdurdu, qanunvericilik bazası yaradıldı və bunların hamısı ölkədəki iqtisadi vəziyyətin, siyasi vəziyyətin nisbətən stabilləşməsinə gətirib çıxartdı. Və bundan sonra tədbirlər görülə getdi. Üçüncü məsələ, ölkəmizin ərazi bütövlüyünün qorunması məsələsi. Onu deyərdim ki, Heydər Əliyev cənablarının atdığı siyasi addımlar içərisində ən mübahisəli olanı 1994-cü ildə bağlanmış olan Bişkek protokolu idi. Ermənistanla bir atəşkəs imzalanması idi. Və bu protokol çox böyük daxili siyasi auditoriyada da böyük narazılığa səbəb oldu ki, ay biz axıra kimi getməli idi, müharibə axıra kimi davam etməli idi. Hətta çoxları deyirdi ki, o döyüşlərdə verilən şeylər əksəriyyəti satqınlıqla olub, bizim müdafiə potensialımız güclüdür və s. və s. və s. Ancaq Heydər Əliyev cənabları bir şeyi çox qəşəng əsaslandırırdı ki, Azərbaycan ordusunun da, Azərbaycan dövlətinin də yenidən qruplaşması üçün bir sülh prosesinə ehtiyacı var. İctimai fikri öz tərəfimizə çəkmək üçün sülh prosesinə, atəşkəs prosesinə ehtiyacı var. Çünki danışıqlar təkcə ondan ötürü deyil ki, biz ya məğlub olmuşuq, ya qələbə çalmışıq, mütləq sülh bağlamalıyıq. Xeyr, danışıq həm də ondan ötürüdür ki, qarşındakı insanla uyğun nəticələr verəsən, dünya ictimaiyyətinə öz diplomatik maraqlarını, siyasi maraqlarını çatdırasan, ölkənin ərazi bütövlüyünü hüquqi bazaya otuzdurasan. Bişkek protokolundan siz təsəvvür edin, 2-ci Qarabağ müharibəsinə qədər Azərbaycanın apardığı bu ardıcıl diplomatik fəaliyyət nəticəsində Azərbaycanın ərazi bütövlüyünü təsdiq edən 80-dən çox sənəd qəbul edildi. 80-dən çox sənəd qəbul edildi. Artıq elə bir səviyyə çatıldı ki, 2020-ci ildə sentyabr ayında Azərbaycan ordusu Ermənistana qarşı əks hücum əməliyyatlarına başlayanda dünya ictimaiyyətindən bir-iki nəfər belə deyək də, qatı ermənipərəst dairələri çıxmaq şərti ilə demək olar ki, sərt çıxmadı. Çünki Azərbaycanın haqq yolu daima onların nəzərinə çatdırılmışdı. Bu Heydər Əliyevin məhz bağladığı bu atəşkəs protokoluna aparılan diplomatik fəaliyyətlərin nəticəsi idi. Qurtuluş günü ona görə deyirik ki, Azərbaycanın məhz bu zamanlardan başlayaraq hərbi sənayesi yaradıldı. İlk olaraq hərbi sursatların buraxılması, hərbi ekipirovkanın buraxılması, daha sonra isə Azərbaycan hazır silahlar buraxılması sahəsində də geniş uğurlar qazandı. Onu deyim ki, hazırda Azərbaycan 16 növ üzrə silahı özü istehsal edir. Bunlara snayper tüfəngləri, tapancalar, piyadaların döyüş maşınları, hərbi döyüş maşınları, müxtəlif vəzifəli, radar sistemləri, eyni zamanda 4-6 cür PUA bizdə məhz istehsal olunur. Bunlara aiddir PVP PUAlar, FVP PUAlar deyirlər, yəni kvadrakopterlərdir ki, adi uzun yolla istifadə olunur, əllə idarə olunur. Eyni zamanda avtomatik PUAları var, hücum PUAları var, özü düşməni
özü görüb, özü hücum edən PUA-lar var. Yəni bunu ağıllı smart sistemlər deyirlər. Bunlara biz istehsal edirik. Və son zamanlarda bilirsiniz ki, hətta dünya reyting cədvəllərində Azərbaycanın İstiqlal Sniper tüfəngi çox yüksək nəticələrə, yüksək tanınmaya nail olmuşdur. Azərbaycan hazırda iqtisadi sahədə də geniş göstəricilərə imza atmışdır. Məhz 1993-cü ilin 15 iyunundan sonra Azərbaycanda baş verən stabilləşmə nəticəsində ölkədə iqtisadiyyatın inkişafının qanunverici bazası yaradıldı. Ardıcıllıqla deyə bilərəm, 1994-cü ildə Azərbaycanda azad biznes, azad sahibkarlıq haqqında qanun qəbul edildi. 94-cü ilin sonunda Azərbaycanda torpaq islahatı haqqında qanun qəbul edildi. 95-ci ildə Azərbaycanda seçkilər keçirildi, parlament seçkiləri keçirildi və parlament öz fəaliyyəti dövründə 116 qanun qəbul etdi. Məhz azad sahibkarlığı stimullaşdırılması haqqında vergi məcəlləsi qəbul edildi, mülki məcəllə qəbul edildi, torpaq üzərində mülkiyyət haqqında qanun qəbul edildi, azad sahibkarlığın müxtəlif formalarını təşviq edən qanunlar qəbul edildi, audit məhkəməsi yaradıldı. Bunların hamısı məhz bu fəaliyyətlərin nəticəsində olmuşdur. Ona görə hərdən bizdə məsələn deyirlər ki, Heydər Əliyev cənabları Azərbaycan dövlətçiliyinin banisidir. Çox adam buna cırnıyır. Çünki bilirsiniz də, stabil olaraq bizdə deyirik ki, 91-ci ilin 18 oktyabrında bizdə müstəqillik alınmışdı. Lakin dövlətin idarəçilik sisteminin formalaşması, Azərbaycanın qanunverici, icra edici, məhkəmə orqanlarının formalaşdırılması, onun prinsiplərinin ortaya atılması, Azərbaycanın dövlət dilinin formalaşdırılması baxımından doğrudan da deyilən söz həqiqətən qanuna uyğun sözdür. Yəni Heydər Əliyev cənabları Azərbaycan dövlətçiliyinin banisi hesab olunmalıdır. Bunun başqa bir tərəfi də yoxdur. Və ümummilli lider deyilən bir statusa da tam uyğun gəlir. Ona görə də yəni milli qurtuluş günü Azərbaycan tarixində doğrudan da böyük bir gün kimi hesab olunur. Yəni Heydər Əliyevin özünün çıxışında 1994-cü ildə Azərbaycanlı diaspora ilə Fransada səhv eləmirəmsə çıxışında çox maraqlı bir söz vardı. Belə bir söz deyirdi. Deyirdi, Azərbaycan dünyaya günəş kimi doğacaq. Bu söz elə belə deyilmədi. Və indi baxırıq ki, regionda, yəni təkcə Qafqaz deyil, həm də yaxın şərq regionda aparıcı rol oynayan dövlətlərdən biri məhz Azərbaycan Respublikasıdır. Məhz Azərbaycan Respublikasının artan rolunu həzm etməyən bir çox xarici dairələr yenə də öz əməllərini davam etdirərək bizə qarşı müəyyən təxribatlar törətməyə çalışırlar. Və buna elə Azərbaycanın təyyarəsinin vurulmasını deyə bilərik və başqa hadisələrdə misal çəkdirmək olar. Mənim deyəcəyim bu qədər. Allah sizlərə can. Çox sağ olun, təşəkkür edirik. Bir daha bayaqsınızı istəyirik. Hər birinizə təşəkkür edirik. Mikrofonunuz bağlıdır. Söz verdi sana keşke.